Keçən dərsdə biz bu ağıllı cədvəl üzərində belə bir pivot cədvəlini yaratdıq. Amma burada olan bütün xanaları bu sahələrə əllə dartdıq. Yəni istifadəçi özü belə bir cədvəl yaratdı. İndi gəlin görək bu əməliyyatı sistem necə yaradacaq. Gəl bu xanaları buradan ləğv eləyək. Birinci üsul belədir, quşları yığışdırırıq. İkinci üsul belədir. Sol düymə ilə dartırıq bura və xanalar ləğv olunur. Əgər bu əməliyyatı sistemə tapşırmaq istəyiriksə, daha bu xanaları bura dartmağa ehtiyac yoxdur. Qabağında bir dənə quş qoyuruq, belə və sistem özü qərar verir ki, harada, yəni hansı sahədə bu xanaları yerləşdirəcək. Bir-bir qoyuruq quşları, belə sistem belə yerləşdirir. Belə cədvəl alır, pivot cədvəlini. Bizim cədvəldən fərqli olaraq biz satıcını əvvəlcə bura gətirdik, sonra isə bura apardıq. Yəni sütunlara yerləşdirdik. Amma sistem məsləhət görür ki, bu xanaların hamısını sətirlərdə yerləşdirək. İndi burada belə eləmək olar da. Əvvəlcə bütün əməliyyatları quş qoyuruq, xanaların qabağında əməliyyatları sistemə tapşırırıq. Sistem məlumatı buralarda yerləşdirəndən sonra sahələri özümüz əllə seçirik. Yəni əgər belə bir xarici görünüş bizi qane eləmirsə və biz tutam satıcını qaytarmaq istəyirik bura. Buradan götürürsüz və belə qaytarırsınız yerinə. Görürsünüz, gəldi yerinə. Gəliz qaytaraq, hərlik belə qalsın. Bu tənzimləmələrdir. Yəni artıq pivot cədvəlinin tənzimləmələrinə nəzarət yetiririk. Bu cədvəli belə biraz böyütmək olar və azaltmaq olar. Sol düyməni basırsınız muşkanın və sola sağa dartıb aparırsınız. Belə. Əgər bu xanaları bağlamaq istəyirsinizsə, bu balaca bir cədvəli bağlamaq istəyirsinizsə, X düyməsini basırsınız və bağlayırsınız. Dala qaytarmaq üçün bunu necə eləmək olar? Fikir verir, bizim burada iki dənə tabımız əmələ gəlir. Analiz və konstruktor. Boş yerdə bassaq, onlar ləğv olunur. Pivot cədvəlinin içində yerləşdirsək, əmələ gəlir. Konstruktorda çox şey bizə aydındır. Bu stillərdir, bu sütunlardır, bu sətirlərdir. Və quş qoyanda görürsünüz, sütunlar bir-birindən ayrılır. Burada quş qoyanda sətirlər bir-birindən ayrılır. Qoy qalsın burada. Bu başlıqlar gedir, gəlir və bu sətirlərlə sütunlara aiddir. Bu maket bölməsini gələn dərsdə, o da pivot cədvəllərlə hasıl olacaq. Gələn dərsdə maket cədvəlini nəzərdən keçirəcək. Hərlik isə keçirik analiz tabına. Yəni, buradakı olan cədvələ gətirmək üçün baqacat düyməsini basırıq, spesifik paley, yəni xanaların siyahısını göstər düyməsini basırıq. İndi fikir verirsiniz bu iki əməliyyata. Zaqalovki paley, yəni xanaların başlıqları var, bura fikir verirsiniz. Bir dəfə basırıq, yox olur. Bir dəfə basırıq, gəlir. Knopkalar, müsbət, mənfi. Bu knopkalarda fikir verir. Bir dəfə basırıq, yox olur. Bir dəfə basırıq, gəlir. Belə. Belə bir xarici görünüş, müasir xarici görünüş, yəni pivot cədvəlləri üçün müasir xarici görünüşdür. Əgər bizə klassik xarici görünüş lazımdırsa, onda analiz tabından keçirik Svodnoy tablitsana pivot cədvəli və burada parametrlər düyməsini seçirik. Nəyə görə klassik
sxeminə keçmək daha rahatdır. Konkret olaraq mənim üçün. Mən 2003-cü ilin ofisində işləmişəm və orada bax bu xanalar görürsünüz burada sətrinə yerləşdirilir. Amma klassik sxemdə isə bu sətirlər sütun kimi yerləşdirilir və həmin xanaların adları burada görürsünüz görsənmir. Amma klassik sxemdə burada görsənəcək. Bu birinci müsbət haldır klassik sxemi. Gəl baxaq. Keçirik bu cədvəllər və bu cədvəldə keçirik vывод tabına və buradan burada klassik maket svodli tablet, yəni pivot cədvəlinin klassik maketi. Quşu qoyuruq və OK düyməsinə basırıq. Və fikir verirsiniz, bu adlar artıq sətirlə yox, sütunla yerləşdirilir və həmin xanaların adları görürsünüz, burada göstərilir. Amma müasir maketdə, müasir sxemdə o görsənmir. Bu adlar görsənmir. Gəl qaydaq dala. Görürsünüz, görsənmir. Yəni belə rahat deyil. İndi mənim fikrim belədir. Bəlkə siz başqa cür fikirləşirsiniz. Və bir müsbət halda var klassik sxeminin. Fikir verirsiniz. Bax burada tutam satışını mən qaldırmaq istəyirəm yuxarı. Bax qaldırdım. Görürsünüz, qalxır yuxarı. Salmaq istəyirəm aşağı, salıram. İstəyirəm bura. Görürsünüz, düşdü bura. İstəyirəm bura. Eyni əməliyyatı burada eləmək istəyirəm. Burada isə eləmək mümkün deyil. Görürsünüz, bax belə qara xaç işarəsi burada əmələ gəlmir. Yəni köçürmək heç cür mümkün deyil. Görürsünüz, yoxdur. Amma klassik sxemdə bu mümkündür. Gəl baxaq. Yəni fikir verək. Satıcını dağıtıram. Bu sütun dartıram bura, bax. Dartdım bura, görürsünüz, gəlir. İndi bunu buradan eləyirəm. Götürdüm. Dartıram bura. Görürsünüz. Yaşıl xəttin yan olan kimi o buraxıram. Görürsünüz, gəldi. Kateqoriyada malın adını dəyişə bilərəm. Buradan da eləmək olar. Görürsünüz, dəyişdi. Buradan da eləmək olar. Belə dəyişdi. Görürsünüz. İndi kateqoriyayı çəkək burada malın qabağına. Görürsünüz. Yəni klassik sxemini görürsünüz, üstünlükləri nədir? Əvvəlcə xanaların adları görsənir və ikinci eyni əməliyyatı, yəni yerini dəyişmək istəyirsə buradan da eləmək olar, buradan da eləmək olar. Müasir maketdə isə yalnız buradan eləmək olar. Ona görə mən bilən klassik sxemlə işləmək daha rahatdır, nəinki müasir maket. Bu belə. Gəliz buranı bağlayaq, hələ bizə lazım deyil. İndi belə bir əməliyyatları yerinə yetirək. Tutalım ki, bizdə görürsünüz burada kateqoriyada kompüter kateqoriyasında malları göstərilir. Bunu əgər yığcam eləmək istəyirsə, tutalım ki, yığmaq istəyirsə bu kateqoriyanı yaxınlaşdırır kursoru bu kateqoriyaya və kursor belə işarə alanda ağ, ox, mənfi işarəsini, yəni minus işarəsini basırıq və həmin kateqoriya yığılır. Əgər bütün kateqoriyaları belə yığmaq istəyirsinizsə, onda sağ düyməni basırsınız bu sütunda və buradan razvernut svernut bölməsində svernut все поля, yəni bütün xanaları yığ. Görürsünüz, yığdı. Eyni üsulla əgər bir kateqoriyanı açmaq istəyirsinizsə, tutalım printer, yaxınlaşdırırsınız kursoru bura. Ağ ox işarəsini görək kimi sol düyməni basırsınız, açılır. Əgər hamısını açmaq istəyirsinizsə, onda gəlirsiniz bura. Razvernut все поля, bütün xanaları aç. Görürsünüz, bütün xanalar açılır. İndi bu işarələrə baxaq. Svernut pole, yəni yığ xanaları.
Razvernuch pole. Kanalları aç. Yani buradan da eləmək olar, buradan da eləmək olar. Sonra burada görürsünüz nəticələri verir. Xerox üzrə nəticə, notebook üzrə nəticə, sonra planşet üzrə nəticə. Əgər bunları yığışdırmaq istəyirsinizsə, bizə lazım deyilsə, kateqoriya xanasında sağ düyməni basırsınız və burada görürsünüz quş var. Pромежуточный итог kateqoriya. Buradan quşu yığışdırırsınız. Əgər aralıq nəticələri qaytarmaq istəyirsinizsə, yenə də həmin yerdə bir dəfə basırsınız və burada quş əmələ gələcək. Görürsünüz, gəldi. Gəl yığışdıraq, bizə hələ aralıq nəticələr lazım deyil. Belə. Belə cədvəl biraz yığcam olur. Yəni ümumi nəticəni yalnız görürsünüz. Sonra burada nə etmək olar? Biz tutalım ki, bir satıcı üzrə və bir kateqoriya üzrə məlumatı əldə etmək istəyirik. Tutalım ki, Əlizadə satıcıdır. Bunu eləyirik. Filtr. Saxlayırıq Əlizadəni. Və deyək ki, burada keçirik. Kateqoriyada seçək. Deyək ki, kompüterləri. Yəni artıq burada görürük ki, Əlizadə, tutalım ki, Şamil, belə bir satıcımız var. 2 kompüter satıb, Dell və HP. 8 dənə Dell, 12 dənə HP. Bunu buradan da yoxlaya bilərik. Ağıllı cədvəldən, bir dövrə buradan qurulub. Buradan seçirik Əlizadəni. Yəni eyni əməliyyat eləyirik. Və kateqoriyadan seçirik kompüterləri. 20 47 023 20 47 023 8 12 Dell HP 8 10 üstə gəl 2 12. Eyni əməliyyatı başqa cür də eləmək olar. Yəni filtrasiyanı başqa cür də yerinə yetirmək olar. Gəl baxaq görə bunu necə eləmək. Daha sadədir və daha asandır. Cədvəli qaytardı. Və belə bir analiz tabında belə bir əmr var, belə bir komanda var. Stavit srez. Yəni dilimi yaxud dilimləyicini yerləşdir. Bunu yerləşdirmək üçün əmri seçirik. Belə bir cədvəl çıxır. Stavka srezov. Yəni dilimləyicinin yerləşməsi və burada bizə lazım idi satıcı və kateqoriya. Buradan seçirik satıcını. OK. Və bu dilimləyicini böyüdüb kiçiltmək olar. Belə, yaxud belə. Biraz da kiçildə bilərsiniz. Belə, yaxud biraz böyüdək, belə. Və bir də kateqoriya lazımdır. İstənilən qədər dilimləyici burada yerləşdirmək olar. Keçirik bura, analiz və bir dənəsini də yerləşdiririk. Artıq bizdə bu olacaq kateqoriya. Seçirik kateqoriyanı. OK. Bunu da yerləşdiririk bura. Filtrasiya necə eləyirdik? Satıcını seçirdik və kompüter. Eyni şeyi də buradan eləmək olar. Seçirik satıcını 1. Gördüyünüz Əlizadələr gəldi. Və kompüter. Görürsünüz, 2 dəfə basmaqla biz filtrasiyanı yerinə yetirdik. Yəni qat-qat buradan hasanddır. Əgər tutalım bizdə bir satıcı yox, 2 satıcı üzrə filtrasiya lazımdır. Birincini eləyəndən sonra, seçəndən sonra klaviaturadan kontrol düyməsini basırıq və tutalım ki, ikinci satıcını seçirik. Belə. Buraxırıq, ikinci satıcı da əmələ gəlir. Eyni üsulla da buradan da eləmək olar. Yəni neçə dənə istəyirsiniz satıcını seçə bilərsiniz, neçə dənə istəyirsiniz kateqoriyanı seçə bilərsiniz. Yığışdırmaq istəyirsiniz hər şeyi, basdınız
udalit filtr, yəni filtr ləğv elə. Udalit filtr ləğv elə və cədvəl bərpa olunur. Dilimləyiciləri ləğv eləmək üçün sol düyməni bastı üstündə seçdiniz və klaviaturdan delete yaxud backspace düyməsini basırsınız. Seçdiniz, delete yaxud backspace düyməsini basırsınız. Sonra burada nə etmək olar? Belə bir əmr var, obnovit, yəni yenilə. Pivot cədvəllərin mənfi cəhəti ondadır ki, əgər əsas cədvəldə siz məlumatı dəyişirsinizsə, avtomatik olaraq pivot cədvəlində o görsənmir. Gəl götürək. Bu da Əlzadədir birinci. Gəl götürək. Gəl filtrasiya ilə Əlzadəni. Belə eləyək. Birinci ədəd planşetdir deyil. 17.851 məbləğ belədir. Düzdür. Bizdə planşetdir, haradadır. Burada görürsünüz. 17.851 8 dənə. Tutalım ki, indi burada 17.851 deyək. Deyək ki, 200 mindir. Dəyişdik. Məbləğ 200 min. Və burada 8 deyək ki, 25 dənədir. Dəyişdikdə. Burada fikir verirsiniz, nəticə dəyişməyib. Bunu dəyişmək üçün keçirik analiz tabına və buradan obnovit yox, yəni hər şeyi yenilə. Basandan sonra burada dəyişikliklər qüvvəyə minir. Və bu pivot cədvəllərinin yeganə mənfi cəhətidir. Bu günə bu qədər. Gələn dərsdə bu mövzunu davam edəcəyik. Gəl bunu da yerləşdirim. Yenidən yerinə göndərək. Yaddaşa belə. Bugünə bu qədər. Təşəkkürlər.